Azərbaycan Respublikasında rəqəmsal transformasiya üzrə müxtəlif fəaliyyətlər həyata keçirilir. Eləcə də süni intellekt, innovasiya, kiber təhlükəsizlik sahəsində dövlət proqramları icra edilir və bunlardan biri də rəqəmsal inkişaf konsepsiyasıdır. Komitə olaraq biz də, yəni gender məsul şəxslərin bu sahədə bilik və bacarıqlarının artırılmasının vacib məsələ olduğunu qeyd eləyərək belə bir təlimə start vermişik. Bugün rəqəmsallaşma dövlət idarəçiliyinin, iqtisadi inkişafın, vətəndaş məmnunluğunun və təhlükəsizliyin əsas sütunlarından birinə çevrilmişdir. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə dövlət qurumlarının, rəhbər şəxslərin və qərarvericilərin rəqəmsal bacarıqlarına malik olması strateji zərurətdir. Bugün uğurlu rəqəmsal transformasiyanın əsas şərtlərindən biri məhz dövlət qurumlarında çalışan hər bir əməkdaşın bu prosesi düzgün idarə etməsi, texnologiyaların imkanlarından anlaması və strateji qərarların rəqəmsal yanaşma əsasında qəbul etməsidir. Qadınların iqtisadi inkişafında iştirakının tövhəsi müqayisə edilmir. Qadının həmin proseslərdə, innovasiyada iştirak etmirsə, həmin ölkələrdə ki, 0,2% təmsilçiliyi varsa, həmin ölkələr geri inkişaflı səviyyəsində qiymətləndirilir BMT-nin statistikasına görə. Və biz də nəzərə almalıyıq ki, gender komponenti qiymətləndirilməlidir, analiz edilməlidir, təmsilçilik verilməlidir. Və burada da son illər aparıldığı siyasətdə, xüsusilə son 20 il ərzində aparıldığı siyasətin inkişafında parlamentdə, bələdiyyələrdə, dövlət qurumlarında qadınların sayının artırılması istiqamətində işlər var idi. Və biz də nəzərə almalıyıq ki, innovasiyalar qadınsız mümkünsüzdür. İnnovasiyalar qızlarsız mümkünsüzdür. Yeni texnoloji trendlər, innovasiya, süni intellektin inkişafından sonra həqiqətən bu kiber təhlükəsizlik səhnəsi çox dəyişib. İlk öncə bunu anlamaq lazım ki, nələrə daha çox hücum var, nələrə daha çox diqqət etmək lazımdır və s. Bu tətbiqlər vasitəsilə bizə phishinglərin olunması və s. nə dərəcədə mümkündür? Gender məsələsində ümumiyyətlə Azərbaycan da dünya bazarına açılıb. Məsələn, mən Azərbaycanın çox sevdiyim bir şey var ki, uşaqlara, qadınlara qarşı bu tipdə olan hücumlar statistikası az idi. Amma artıq bildiyiniz kimi Azərbaycanda böyük bazara girməyə bacarıb, innovativ çoxlu yaxşı işlər görür, startaplarımız var və bazar artıq bizi, yəni kiberkriminallar bizi görməyə başlayır. Onlar da artıq fikrini daha çox uşaqlara, xanımlara yönləndirir. Gender məsul şəxslər fərqi yoxdur öz şəxsi işlərində, işlədiyi şirkətlərdə, ailəsi üçün, məsələn, yenə deyirəm, uşaqlar üçün bu üç mədəniyyəti balanslı şəkildə istifadə etməlidir. Yəni, sizin məlumatlarınız konfidensial olmalıdır, inteqrasiya elədiyiniz sistemə diqqətli şəkildə inteqrasiya eləməlisiniz və əlçatanlığı balanslaşdırmalısınız. Hamımız süni intellektdən həm istifadə edirik, həm də bu alətlərlə, vasitələrlə əhatə olunmuşuq. Süni intellekt bir mütləq həqiqət deyil, həqiqət mənbəyi deyil. O həmişə səhv edə bilər. Yəni, onun verdiyi cavablara həmişə belə də kritik yanaşmalıyıq, şübhə ilə yanaşmalıyıq və onu mütləq verifikasiya etməliyik. Xüsusilə həssas mövzularda süni intellekt qərəzli ola bilər. Hansısa bir qrupa bu qərəzlər də gətirir diskriminasiyaya çıxarda bilər, istər gender diskriminasiyası olsun, istər irqçilik olsun. Uşağın tərbiyəsi ilə bağlı bir məsləhət istəyə bilərik ChatGPT-dən və o bizim dəyərlərə zidd olan, qərbdə normal sayılan bir dəyərlər üzərindən çıxış edib bir məsləhət verə bilər. Hər bir ölkələrin özlərinin dil modelləri yaradılmalıdır. Dil modelləri niyə önəmlidir? Dil modeli bizim milli, mənəvi, etik dəyərlərimizi daşıyır. Bizim üçün qəbul edilən təlim-tərbiyə modeli Fransada, İtaliyada və yaxud da ki, Amerikadan üst-üstə düşməyə bilər. Bu modelləri, milli dil modellərimizdə biz orada mənimsətməliyik, bizim mədəniyyətimizi, bizim mədəniyyətimizlə bağlı əl yazmalarımızı, xalçaçılıq nümunələri, zərgərlik nümunələrimiz, geyim formatımızı, bunlar mənimsədildikcə biz suallar verəndə
o sualların əsasında da bizə uyğun olaraq, bizim mental dəyərlərə uyğun olaraq bir cavab qaytaracaq bizə. Süni intellekt gender bərabərliyini avtomatik təmin etmir. Yəni onun əsas dəyəri düzgün idarə olunduqda 3 istiqamətdə özünü göstərir. Yəni risklərin erkən aşkarlanmasıdır, qadınların imkanlarının genişləndirilməsidir və daha inklüziv və sübuta əsaslanan dövlət siyasətinin formalaşmasıdır.